Balı növbəti 27-ci suala baxaq. 27-ci sualda bizə deyir ki, alfa, beta və qamma üçbucağın daxili bucaqları olarsa isbat etmək lazımdır ki, bu ifadə doğrudur. Bilirsiniz ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Əgər bu alfa, bu beta, bu da qammadırsa, bunların cəminin 180 olduğunu nəzərə alsan, onda sən buradan nə yaza bilərsən? Alfa plus qamma üstə gəlinsin beta bərabər olmalıdır 180-ə. Buradan alfa plus qammanı ifadə eləmək lazımdır. Deməli, alfa plus qammanı tək saxlayıram, betanı bu tərəfə keçirəm. Onda alfa plus qamma nəyə bərabər olacaqdır? 180 minus betaya bərabər olacaqdır. Burada 2 bölünmək gördüyümə görə bunu da hər tərəfini 2-yə bölürəm. Hər tərəfini 2-yə bölərkən onda alfa üstə gəlinsin qamma bölünsün 2 ifadəsi nəyə bərabər olacaq? 90 çıxılsın b bölünsün 2-yə bərabər olacaq. Gətirib bu ifadənin qiymətini yerinə yazıram. Yazıram ki, sinus. Deməli, dedik mötərizənin içərisindəki ifadənin yerinə bunu yazsaq, 90 minus beta bölünsün 2 olacaqdır. Beləliklə 90-dan 92-ci cürə işarə müsbət ad dəyişəcək və bu ifadə nəyə bərabər olacaq? Kosinus beta bölünsün 2-yə. Beləliklə biz isbat edirik ki, verilən ifadə buna bərabərdir. Uşaqlar, biz bunu sürətli şəkildə isbat edirik. Artıq biz başa düşürük ki, birinci qrupa gedən uşaqların bunları bir addım-addım izah etməsinə ehtiyac yoxdur. Yəqin ki, hər mərhələni hər bir kəs yaxşı bilir.